Daha ətraflı şəkildə Rəqsanə İbrahimzadə müsahibi vasitəsilə bizə çatdıracaq. Rəqsanə, hər vaxtın xeyir olsun. Salam Çinarə, hər vaxtınız xeyir olsun. Bəli, elə sizin də vurğuladığınız kimi hazırda qonşu ölkələrdə tənəffüs virus infeksiyalarına yoluxanların sayında artım müşahidə olunur və həkimlər də bunu COVID-19-un yeni ştamı və mövsümi qrip olaraq qiymətləndirirlər. Ümumiyyətlə, hazırda Azərbaycanda vəziyyət necədir? Azərbaycanda epidemioloji vəziyyətlə bağlı daha təfərrüatlı informasiyalara elə hazırda qonağım həkim infeksionist Nahid Kərimdən alacağıq. Xoş gördün Nahid bəy. Təfərrüatları buyurun sizdən eşidək. Sabahınız xeyir olsun. Ümumiyyətcə son dönəmlərdə yaranmış kəskin infeksiyon xəstəliklərin digər bildiyimiz mövsümi infeksiyalardan fərqli ondadır ki, mövsümi infeksiyalar əgər adi simptomlarla gedirdisə, burun axması, qızdırma və s. əlamətlərlə gedirdisə, artıq kəskin virus infeksiyaları son dönəmlərdə yanaşı olaraq daimi qalan öskürək, qızdırmanın mütəmadi yüksək qalması, ishal, qarın işləməsi və qusma əlamətləri ilə yanaşı gedir. Buna səbəb artıq son dönəmlərdə olan virus infeksiyaları daha davamlı ştamlar halına gəlmişdir. Buna səbəb əhalinin öz başına həkim məsləhəti olmadan əczaçı məsləhəti ilə apteklərdən birbaşa məsləhətsiz dərmanlarını alıb istifadə etməsi artıq virusların daha davamlı ştama çevrilməsinə səbəb olur. Bunun müalicəsi də əgər əvvəlki illəri götürsək, əvvəlki illərdə 3 günə, 5 günə müalicə olunan bir virus xəstəliyi idisə, artıq davamlı ştamlar olduqda biz məcburuq 10 gün, 14 gün, bəzən 20 günə qədər müalicə davam edə bilər. Yanaşı olaraq bakterial ağırlaşmalar vermək qabiliyyətinə malikdir. Yəni, ağciyər xəstəliklərinə keçid verə bilər, artıq buna yanaşı olaraq pnevmoniya qoşula bilər. Yəni, bu formada daha ağır ştamları yaranmasına səbəb bir də onu qeyd edeyim ki, əhali arasında sıx kompakt ərazilərdə, bağçalarda, məktəblərdə xəstə varsa, uşaq xəstədirsə və yaxud iş yoldaşımız xəstədirsə, işə gəlməməyi və yaxud gəlirsə maskadan, antiseptik vasitələrdən istifadə etməyini məsləhət görərəm. Nahid bəy, bir əlavə sualım da olacaq. Ümumiyyətlə, ev şəraitində bu şəxslər yoluxmamaq üçün və ümumiyyətlə yoluxublarsa ev şəraitində hansı addımları ata bilərlər həkimə qədərki mərhələdə? Xəstəliyin başlama səbəbi immun sistemin zəifləməsidir. Yəni, bunu hamımız bilirik. İmmun sistemi yüksək səviyyədə saxlasaq, qidamıza fikir versək, həyat şəraitimiz normal olsa və digər zərərli vərdişlərdən istifadə etməsək, təbii ki, biz xəstəliklərə yoluxmayacaq. Yox, əks halda qaçınılmazdır. Təşəkkür edirəm. Çox sağ olun. Minnətdaram informasiyaları bizlə paylaşdığınız üçün. Bir də xatırladım ki, artıq qonşu ölkələrdə tənəffüs yolları ilə yoluxdurulan infeksiyalara, yəni yoluxma hallarının sayında artım müşahidə olunur və təbii ki, vəziyyət ciddidir. Azərbaycanda da daha kütləvi şəkildə ola bilər. İndiki məqamda da elə xəstəxanalara bununla bağlı müraciətlər kifayət qədərdir və bu baxımdan da elə yoluxmamışdan öncəki tədbirlərə əməl edərək bunun qarşısını almaq mümkündür. Ciddi fəsadlardan özümüzü qoruya bilərik. Çatdıra biləcəklərimiz isə bu qədərdir. Söz yenidən sizdədir. Təşəkkürümüzü bildiririk sənə, Rəqsanə, məlumatı bizə ətraflı şəkildə çatdırdığın üçün. COVID-19-dan canımız yeni qurtulub, amma bu problemin yenidən baş qaldıra biləcəyi ilə bağlı problemlər artıq ilkin, belə deyək də, proqnozlar ortadadır. Bu baxımdan da cəmiyyətdə təşviş yaranmaması üçün və bu virusların da artmaması üçün elə həkimin də dediyi kimi öncədən qorunmaq daha yaxşıdır.